Salam, hər vaxtınız xeyir dəyərli abituriyentlər və əziz müəllimlər. Sizlərə yeni çıxan Azərbaycan Dil Test Vəsaiti haqqında məlumat vermək istəyirəm. 2025 müəlliflərimiz Xəyalə Cabbarova, Ziba Səfərova və Savad Musayevadır. Ən son yeniliklər əsasında test bank hazırlanmışdı. Testin tərkibində var 23 mövzu sınağı, 10 ümumi sınaq, 2600 cəmi test tapşırığı. 23 mövzu sınağının hər biri 100 testdən açıq və qapalı. Ümumi sınaqdakı sonda, yəni 23 mövzu sınağını, mövzu bölmələri qurtardıqdan sonra ümumi sınaqda özünüzü yoxlaya bilərsiniz. Testlərin ümumi quruluşunu sizə göstərəcəm. Baxaq. Gördüyünüz kimi burada bölmələr əhatə olunub və bölmə. Məsələn, fonetika bölməsindən 100 test. Testlərin quruluşuna baxa bilərsiniz. Testlər ən son yeniliklər və demin tərtib etdiyi sınav sxemlərə əsasən uyğunlaşdırılıb. Biraz da müəlliflərin fərdi yanaşması. Tərkibində mənim də testlərim var, az da olsa dəstək məqsədi ilə. Mənim də testlərim var. MİQ hazırlaşan, sertifikasiyaya hazırlaşan və 3-cü qrup blok hazırlaşan abituriyentlərə tövsiyə edirəm. Özüm də işləmişəm, bəyənmişəm həqiqətən. Yaxşı testlərdir. Məntiqi təfəkkürü yoxlayan testlərdir. Bildiyimiz klassik bir-birinə oxşayan testlərdən deyil. Maraqlı sxemlər, diaqramlar, məntiqi testlərimiz də var. Görürsünüz, baxaq, 90-cı test qapalı testi, sonradan isə son 10 test açıq və uyğunluq testi kimi qurulmuşdur. Leksika var, digər bölmələr var. Hər bölmənin ayrı-ayrı yığılmışdır. Sonda isə baxaq, ümumi testlər. Düzgün cavablar da sonunda var. Bizim düzgün cavablar. Bu isə ümumi sınaqlardır. Məsələn, burada ümumi sınaq, sınaq 10. Birinci sual başlayır ta 30-cu suala qədər. Burada açıq testlər yoxdur, qapalı testlərdir. 10 ədəddə, yəni 300 sual ümumi sınağa aiddir. Cəmi 2600 sualdır. İşləyən, faydalanan hər bir müəllimə xeyirli, uğurlu olsun. Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz. Mən sizə nömrələr, açıqlama hissəsində nömrələr yazacağım. O nömrələrdən istəsəz əldə edə bilərsiniz. Bakıdakı bütün kitab mağazalarından rayonlara da çatdırılma mövcuddur. Bu qədər. Sağ olun.